Binaya daxil olduğumuz ilk andan biz müəllimlərin mehriban qarşılamalarına şahid olduq. Bu da Mansur müəllimin özünə məxsus xüsusiyyətlərindən xəbər verir və deyərdim ki, xoşbəxt o rəhbərlərdir ki, məktəbi öz adları ilə tanıtırlar və Mansur müəllim də bizim belə dəyərli şəxsiyyətlərimizdən biri olur. Mən onun timsalında bütün kollektivi salamlayıram və onları təbrik edirəm. Belə gözəl ustad dərsə görə hər birinə təbrik edirəm, başda İlahi xanım olmaqla və gələcək fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram. O ki, qaldı Nərmin xanımı biz 8 nömrəli məktəbdə olan görüşümüzdən mən tanıyıram. O dərs təqdimatı etmişdir və çox gözəl də bir prezentasiyanın nümayiş etdirilmişdir. Doğrudan da belə dəyərli, potensiallı, bilikli, savadlı müəllimlərimiz var və biz onlarla fəxr edirik. Məqsədimiz elə müəllimləri üzə çıxartmaqdır və təcrübə mübadiləsini həyata keçirməkdir və digər məktəblərə tanıtmaqdır, ümumilikdə rayonumuza tanıtmaqdır. Və düşünürəm ki, belə bir şərait bizim üçün yaranır. Bu il, bu tədris ilindən biz məktəblərin əməkdaşlığını həyata keçiririk. Ustad dərslərlə, təqdimat dərslərlə və təbii ki, təşəkkür düşür bizim Lənkəran Astara Regional Təhsil İdarəsinin rəhbəri hörmətli Bəhruz müəllimə ki, belə bir gözəl şəraiti bizim üçün yaradır. Eyni zamanda səmimi və mehriban qarşılamaya görə mən İlahi xanım başda olmaqla, həmkarlarım adından bütün kollektivə təşəkkürümüzü bildirmək istəyirəm. Və bu günlər mən biraz sayanda azalar, amma 40-dan yuxarı həmkarımız burada ustad dərsi dinlədir. Demək olar ki, bu şəraiti biz hər məktəbdə yarada bildirik. İstəyirik çoxluqla təşkili təmin edilə belə o dərs dinləmələr, amma geniş tərkibdə belə bir heyətlə İlahi xanım o şəraiti yaratdığına görə xüsusi təşəkkürümü mən İlahi xanıma bildirmək istəyirəm. Təbii ki, burada hamısının fikri bizim üçün önəmlidir. Hamısını dinləmək istəyirik, amma adam çoxdur bilməm. Əgər vaxtımız çox getməzsə, hamısını bilməyək. Məktəb rəhbərləri öz fikirlərini deyəcəklər, dərs barəsində deyəcəklər. Eyni zamanda metodlaşma sədrləri burada iştirak edirlər, onların da fikirləri bizim üçün önəmlidir. Ustad müəllimlərimiz burada təmsil olunurlar, onların da fikirlərini bilmək bizim üçün önəmlidir. Çalışarıq ki, biraz səmimi müzakirəyə üstünlük verək. Söz yox ki, ustad dərslərinin mənfi cəhəti yoxdur. Biz bütün hallarda müsbət qəbul edirik, yüksək qiymətləndiririk və nəzərə alsaq ki, Nərmin xanım bizim elmlər namizədidir. Təqdimatda da biz onun şahid olduq, biraz dərindən fikir verdizsə, onu özü də təqdimat elədi. Və mən ona görə təbrik edirəm, belə müəllimlərimizlə fəxr edirik və arzu edirik ki, Nərmin xanımın timsalında belə bizim istedadlı müəllimlərimizin sayı təhsilimizdə çox olsun. O ki, qaldı gimnaziya ilə bağlı demək istəyirəm bir-iki kəlmədə. Həmişə biz gimnaziya məktəbinin uğurları ilə, yüksək nəticələrlə fəxr etmişik. Və Allahdan arzu edirəm ki, İlahi xanımın rəhbərliyi altında bu nəticələrin sayı daha yüksək olsun və biz də baxaq fəxr edək. Sözü mən bizim qəhrəman oğlumuz, Vətən oğlu Emin müəllimə vermək istəyirəm. Bizim 10 nömrəli məktəbin rəhbəridir və ondan başlası bölümünün daha məqsədə müvafiq olduğunu. Çox sağ olun. İlham müəllim, başta siz olmaqla sizin kollektivinizi bir daha salamlayıram və ona verdiyinizə görə söz təşəkkürümü bildirirəm. Nərmin müəllimə mən artıq ikinci dəfədə biz görüşürük 8 nömrəli məktəbdə. Oradan bunun gözəl bir təqdimatı oldu. Bu günlərə biz gözəl bir dərsi dinlədik.
Sözün əsl mənasında belə deyək də, Nərmin müəllimədən elə mən kollektivimiz bunu da gözləyir. Nərmin müəllimə uğurlar arzu edirəm. Peşəkar fəaliyyətinizdə daim irəli. Doğrudan da siz bizim fəxrimizsiniz. Hər zaman yolunuz açıq olsun. Siz ən gözəl, səmimi sözlərə layiqsiniz. Sağ olun. Bu tərəfdə belə deyək də gender bərabərliyini görürük. Ona görə onlar bizdən incilməsin. Gülər xanım, buyurun. Gimnaziya məktəbində mənim ilk oluşumdur. Yəni, məktəbin yanından keçmişik, həmişə Mansur müəllimin məktəbi olaraq tanışıq. Çox hörmət elədiyim müəllimdir. İnanıram ki, onun adı məktəb daşıyacaq, onun adına uyğun da davam edəcək. İlahim müəllimə də bugünkü tədbirimizdə kollektiv olaraq iştirak edirlər. Çox səmimi kollektivləri var. Hər birinə təşəkkür edirəm. Nərmin müəllimənin 8 saylı məktəbdə təqdimatı olmuşdu, çox gözəl təqdimat eləmişdi Nərmin müəllimə. Bugünkü dərsdə də tədrisin təşkilinə verilən bütün tələbələrə əməl olundu. Müəllimə eyni zamanda dərsi əyləncəli, qrupların fəaliyyəti, onların kamil olaraq seçdikləri o kəlamlar çox gözəl idi müəllimə. Yəni şagirdlərimizin bunları bu yaşdan öyrənmələri çox müsbət aldı. Müəllimənin fəaliyyətində uğurlar arzulayıram, elmlər doktoru. Çünki indiki elm belədir, Zoologiya üzrə fəlsəfə doktoram, elmlər doktoru üzrə dissertanturanı oxuyuram. İnşallah. Uğurlar olsun. Çox gözəl dərs idi, təşəkkür edirəm. Müəllim zəhməti, müəllim əməyi dərsdə özünü göstərdi. Müəllimin məsuliyyəti də eyni zamanda belədir, davam edir inşallah. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun, çox sağ olun. Elmlər, buyurun. İlham müəllimə başda olmaqla bütün kollektivimiz səmimiyyətlə və qonaqpərvərliyə görə təşəkkür edirəm. Həqiqətən də Mansur müəllimin dövründə bizim başlara tez-tez gələrdi. Həmin o səmimiyyət, qonaqpərvərlik necə varsa elə də davam edir. Arzum budur ki, o Mansur müəllimin ənənəsi boyu həmişə davam eləsin. Və kollektivə də, müəlliməyə də həqiqətən, belə deyək, mənlə istirahətdir elədi. Təşəkkür edirik və işlərinizdə uğurlar arzulayır. Və həqiqətən də yüksəkliyə layiqsiniz. Uğurlarınız olsun. Mən də hər birinizi salamlayıram, yüksək qonaqpərvərliyə görə. Nərmin müəllimə yüksək peşəkarlıq göstərdi. Demək olar ki, dərsdə integrasiya, fənlər arası integrasiya çox güclü idi. Mən çox istəyərdim ki, bizim müəllimlərin əksəriyyəti belə dərs keçsin və belə dərsdə şagirdləri cəlb edir dərsə. O dərs ki, əyləncəli yolu ilə uşağa öyrədilir. Uşaq hər gün, mən bilirəm, Nərmin müəllimin dərsini gözləyəcək. Sabah görəsən nə olacaq, sabah görəsən yeni nə olacaq. O da nostalji hisslər yaşadım, bayaq günləri mənimlə danışıram ki, Mozalana bizim dövrün o. Amma mən onu görməmişdim, çox sağ olun ona görə də, çox gözəl bir kadr idi. Yəni, hər nə yerində idi, sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram və onu da demək istəyirəm ki, xoş o müəllimin halına ki, onun adı həmişə gözəl xatırlanır. Bu həm sizə aiddir, həm də xoş o rəhbərin halına ki, məktəb onun adı ilə bağlanır. Məsələn, belə müəllimlərimiz, rəhbərlərimiz, Söhbət müəllimi deyə bilərəm, Akif müəllimi deyə bilərəm, Mənsur müəllimi deyə bilərəm, Mənsur müəllimi məktəbi. Elə bilim, illərlə bu elə belə adlanacaq, gimnaziya deyən kimi Mənsur müəllimi məktəbi gözümüzün qabağına gəlir və həmkarlarımın dediyi kimi arzulayıram ki, həmin ab-hava və ənənələr inşallah ki, davam edəcək. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Sağ olun. Çox sağ olun. İlham müəllim. Dəyərli İlham müəllimə, gimnaziya məktəbinin kollektivi hər birinizi salonunda səmimi qarşılanmaya görə, qonaqpərvərliyə görə hər birinizə təşəkkür edirəm. Mən də biz Lənkəranda bilirik ki, gimnaziya məktəbi uzun illərdir burada təlim-tərbiyə möhkəm bünövrə əsasında qurulur. Burada əsl həqiqətdə də sağlam bir mühit formalaşır. Mühit belə bir şeydir ki, məktəbdə mühitə uyğun valideyn də, şagird də, müəllim də xarakteri bunlaşır. Əsl həqiqətdə də baxmayaraq bu divarların rəng salonları əsl həqiqətdə də insanlar məktəbə daxil olanda
şəxsən məndə xoş təəssüratlar yaratmışdı. İlham müəllimin bizi qarşılamağı, Məmməd müəllimin qarşılamağı, İlham müəllimin qarşılamağı heç nə elə belə deyil. Əsl həqiqətdə də Mansur müəllimin burada böyük bir zəhməti var. Müəllimə, əsl həqiqətdə də siz qibdə olunan müəllimsiniz, hər məktəb direktoru sizin ki, müəllimi öz kollektivdə işləməsinə arzu olunan müəllimsiniz, yaradıcı insansınız. Dərsdə bütün tələblər yerinə yetirildi. Mən inanıram ki, gələcəkdə sizlə çıxan ən adlı sanlı müəllimlərdən sizin kollektivə uğurlar arzu edirəm. Həmişə ucalarda olasınız, həmişə xoş sözlərinizi eşitmək arzusunda olacaq. Çox sağ olun. Uzun illər bizim Lənkəran təhsil şöbəsində metodist kimi fəaliyyət göstərən bizim Elxan müəllimimiz, yəni bu kollektivdə çalışır. Biz həqiqətən də Elxan müəllimi çox istəyirik. Həmişə ondan faydalanmışıq, müsbət mənada. Öz biliyini, savadını, təcrübəsini heç zaman təhsil cəmiyyəsindən əsirgəməyib. Bəlkə də mən deyərdim ki, Mansur müəllimin ən uğurlu kadr seçimlərindən biri də Elxan müəllimdir. Onun fikirlərini eşitmək bizim üçün çox xoşdur. Elxan müəllim, buyurun Elxan müəllim. Sağ olun. Hoş geldiniz her biriniz. Doğrudan bana doğma adam varsınız. Çok hoş oldu ki sizi bizim doğma gimnaziyada karşıladık ve Nərmin müəllimənin dərsində iştirak etdiniz. Doğrudan Nərmin müəllimə şu üçün bu dərsi yaratmamışdı. Oysa siz tanımırsınız. Nərmin müəllimə demək olar ki, öz dərslərinin çoxunu bu qədər hamısında zarafat deyirik və həmişə də Sumka ilə, Zadla özü üçün belə zəhmət keçməlidir. Proyektor alıb özü üçün, özü öz pulunu alıb. Bəli, İlham müəllimə də onun üçün siniflərdə elektrik şəraitini qurur ki, para bilsin. Sağ olun Nərmin müəllimə. Doğrudan da bizim gimnaziyanın adına layiq bir dərs keçdiniz. Təşəkkür edirik sizə də. Hörmətli qonaqlar, siz də çox sağ olun. Öz qiymətli vaxtınızı sərf edib bizə qonaq olunuz. Sağ olun. Sağ olun, çox sağ olun. Elxanın dəyərli sözlərə görə. Bax, bizim bu tədbirdə hal-hazırda təqaüddə olan bizim hörmətli Kəmal müəllimə iştirak edir. Buna da bizim hətta davam edir, işləyir. Kəmal müəllimə fikirlərini eşitmək bizim üçün çox xoşdur. Buyurun. Çox sağ olun, razıyam sizdən. İlk növbədə Mansur müəllimə məktəbinə xoş gəldiniz. Sizi burada görmək bizə çox xoş oldu. Çox istəyərdik ki, belə dərslər, xüsusilə diqqət yetirirəm, gənclərimiz daha kreativ fikirlərlə, daha gözəl fəaliyyət göstərir. Yəni ki, Nərmin müəllimənin bugünkü dərsi çox gözəldir. Mən 47 il müəllimi kimi təsdiq edə bilərəm ki, Nərmin müəllimə deyərdim ki, super. Yəni ki, sihirbaz oldu, nağıllar, uşaqlar. Həqiqətən də uşaqların diksiyası, nitqi o qədər gözəl idi ki, bu bizim müəllimlərin nailiyyətidir. Nərmin müəllimə özü bu məktəbin yetirməsidir. Yəni ki, uşaqlıq illəri, ibtidai sinif təhsilini, bütün, yəni bu məktəbin zəhməti Nərmin müəllimənin üzərində çox böyükdür. İbtidai sinif müəlliməsi Sevinç Rəhimova olurdu. Yəni ki, bizim əlimizdən, bizim gözümüzün qabağında yetişən bir şagird olurdu. İnanırsınız, o 6-7 siniflərdə oxuydu, şeir yazdı. O qədər istedadlı, o qədər bacarıqlı idi ki, biz həqiqətən düşünürdük ki, o vaxtdan düşünürdük ki, bu qız nəsə edəcək, böyərəndə mütləq nəyəsə bir sahib olacaq və çox maraqlıdır ki, bugün də o istək, o arzu, o irəli getmək çox səmimi. Siz elə bilirsiniz ki, öyle adi günlərdə də onun dərsi, bax elə bu şəkildə keçir. Onun hər bir dərsi açıq dərsdir.
hər bir dərsə ürəklə, həvəslə, həqiqətən də qızım, sənlə çox qürur duydum bu günləri. Baxsanız, burada Mansur müəllimin götürmələri çoxdur. Yəni, şəxsən mən özüm də Mansur müəllimin şagirdi olmuşam. Digər müəllimələr var burada, Saadət müəllimə, sonra burada fikrimdən çıxdı. Günay müəllimə. Günay müəllimə, sonra Nərmin müəllimə və bunlar hamısı bizim, yəni ki, biz məktəbə o qədər, mən özüm də bu məktəbdə olmuşam, anam da bu məktəbdə müəllim işləyib, bu məktəbin bünövrəsini qoyan müəllimələrdən olur, Nərgiz Axundova. Yəni ki, nə deyim sizə, bu məktəb bizim ikinci evimizdir. Yəni ki, nəfəs alırıq biz məktəblə. Bu məktəbin uğurları ilə fəxr edirik, qürur duyuruq. Və bizim yetirmələrimizin, şagirdlərimizin sorağı o belə gözəl yerlərdən gəlir. Yəni, o günlərdə mən bir qazini dəvət eləmişdim, şagirdlərlə dərsdə görüş təşkil eləmişdim. O qazinin şagirdi mənim sinifimdə oxuyur. Mənə qayıdır, deyir ki, müəllimə, sizin şagirdləriniz var, adlarını çəkir, nazirlikdə işləyirlər, onlar mənə məsləhət gördü ki, bu uşağı mən sizin sinifə qoyum və bu mənim üçün çox fəxrdir, qürurdur. Mənim üçün bundan başqa nə lazımdır? Yalnız şagirdlərin sevgisi. Nərmin müəllim də şagirdlərini qəlbində belə yaşayacaq. Gözəl sevgi ilə onu belə gözəl xatırlayacaq. Təşəkkür edirəm qızım. Mən bugün çox sevdim. Mən çoxdan da açıq dərslərdə iştirak eləmirdim. Amma bugün iştirak məni çox sevindirdi və fəxr elədim qızım. Çox sağ ol. Çox sağ olun Kəmal. Sağ ol. Aysel xanım bu günləri bizlə burada dərsi bir yerdə dinləmişik. İstəyərdik onun fikirlərini də öyrənək. Çünki yəni rəhbər heyətin bax belə dəyərli müəllimlərin öz ətrafında cəmləməsi və onlarla bir yerdə işi qurması, məhdudləşmə sərgiləri ilə, müəllimlərlə çox vacib məsələdir və nəticələrin yüksək olmasının kökündə dedilməsi olur. Buyurun. Çox sağ olun, müəllim. İlk öncə hər birinizi salamlayıram. Xoş gəlmisiniz. Nə xoş bizə ki, bugün sizi gördük. Tanımadıqlarımızla da tanış olduq. Nərmin müəllimə təbrik edirəm. Belə yüksək səviyyədə təşkil etdiyiniz dərsə görə ilk öncə Elxan müəllim, daha sonra Kəmal müəllimə vurğuladı təbii ki, sizin hər gün dərsiniz bu qaydada keçir və davamlı olsun. Uğurlar arzulayıram hər birinizə. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun, siz sağ olun. Burada Məhməd müəllimə də söz verirəm. Kişilər, xanımlar bir özləri təqdim edəcəklər, sözləri deyəcəklər. Buyurun. Hər birinizi salamlayıram. Xoş gəldiniz sizə. Xoş gəldiniz. Və Nərmin müəllimə ilə biz sözün əsl mənasında fəxr edirik. Həmişə də biz onun dərslərindən nümunəvi dərslər, hər günkü dərsə bir nümunəvi dərs olur. Nərmin müəllimə təbrik edirəm. Yəni həqiqətən də çox qürur verici bir dərs. Sualda resmen var. Bu falsız olan bağlayalım. Hoş geldiniz. Sağ olun. Məhdudləşmə sərgi Saadət müəllimə buradadır. Buyurun. Mən də öz növbəmdə hər birinizi salamlayıram, xoş gəlmişsiniz. Nərmin müəllimə bizim sevimlimizdir. Yaradıcı ruha sahib olan ədəbiyyat müəllimimizdir. Onun hər dərsi demək olar ki, bir yaradıcılıq. Bugünkü dərs haqqında, bir şey əvvəl qeyd eləmək istəyirəm. Mənsur müəllim vurğuladı, hər bir müəllim, onu tanıyanlar. Mənsur müəllim burada bir ailə yaratdı. Bütün mənəvi bağları ilə bir-birinə bağlanan, möhkəm, ayrılmaz, yaxşı gündə, pis gündə bir-birinin yanında olan bir ailə yaratdı. Və bu ailənin nümayəndələrini də şəxsən özü seçdi, şagirdlərini. Elə Nərmin müəllimə də Mənsur müəllimin şagirdidir. Ona görə də bu kollektivdə mehribançılıq möhkəmdir. Yaxşıdır, mən arzu edirəm ki, bu davamlı olsun, həmişəlik olsun, ömürlük olsun. İndi gəldik Nərmin müəllimənin dərsinə. Zövq aldıq. Zövq aldıq. Uşaqlar elmlə yanaşı əyləndilər də. Yəni, əyləncə sayəsində elmə gələndilər. Burada diqqətli çəkən nə oldu? Müəllimlə şagirdlər arasındakı münasibət. Müəllimlə şagird arasında elə səmimi münasibət qurulmuşdu ki,
Yəni bu diqqətdən yayıla bilməz. Hamımızın yəqin ki, diqqətini cəlb elədi. Mən arzu edirəm ki, bu həmişə belə olsun. Yəni uşaqlar, şagirdlər sizdən sevgi görür ki, onlar da sizə sevgi ilə yanaşırlar. Səmimiyyət görür ki, onlar da səmimi yanaşırlar. Nitqləri də gözəl idi. Ümumiyyətlə bu sinifin yəni ibtidaidən də səhv eləmirəmsə, gəlişi yaxşı olur və siz də onu daha da çiçəklendirirsiniz. Arzu edirəm ki, gələcəkdə, yəni monitoringdə bizim üzümüzü ağ eləsinlər. Mən sizi təbrik edirəm, davamlı olsun. Uğurlar bir daha. Sağ olun. Sağ olun, çox sağ olun. Bizim Düşünənləri məktəbinin səhv etmirəmsə məzunu Tofiq müəllimə dəyərlimiz buradadır. Səhv etmirəmsə 5 nömrə məktəbimizdə Tofiq müəllimə. Buyurun. Mən də bütün qonaqlarımızı salamlayıram. Xoş gəlirsiniz bizim məktəbimizə. Eləcə də Nərmin müəlliməni təbrik edirəm. Nərmin müəllimə bizim qızımızdır. Və olar ki, onlar 8-ci sinifdən 11-ci sinifə qədər dərs demişik. O vaxtı bizim məktəbdə uşaqlar forma geyinirdilər. Ağ fartuq bağlayırdılar. O ağ fartuğun cibində həmişə nəsə olurdu. Axtarırdım, çıxarırdım, şeir çıxırdı. Nərmin müəllimə yaxşı şeirlər yazardı. Həmişə də zarafatla deyərdim ki, bir dənə də mən üçün şeir yaz da, bir dənə də mənə ait şeir yaz. Nərmin dərsinə necə deyirlər, rəngarəngliyini hamısı gördü. Mən təhsil ona tərif vermək istəmirəm və ona uğurlar arzulayıram. O bizim məktəbi yetirməsi olmanla yanaşı bütün məktəblər arasında, bütün Lənkəran Ümumi Təhsil Şöbəsində sayılan seçilən yaşının az olmasına baxmayaraq müəllimlərdən hesab olunur və ona gələcək işlərində, eləcə də doktorantura işində də uğurlar arzulayıram və həmişə fəxrimiz olmasını arzulayıram. Sağ olun. Çox sağ olun. Məqamlarla siz buyurun. Özəl təqdim eləsinlər. Mən bir işlərimdə gələn qonaqlarımıza xoş gəldin deyirəm, xoş gəlmişsiniz məktəbimizə. Müəllimlərimiz vurguladı, bir daha mən də vurgulayıram. Nərmin müəllimə bizim məktəbin necə deyim, o bütün dərsləri bu formada aparan müəllim özümü təcrübə müəllimlərdən o qədər razıyıq ki, biz onun dərslərindən o qədər çox sevirik ki, onu yəni istənilən vaxt, istənilən qonaq gəlsə, Nərmin müəllimənin sinifinə getsə, yəni uzaq çıxarır. İstər məktəb rəhbərliyi, istər gələn qonaqlar, yəni bütün dərsləri demək olar ki, Nərmin müəllimə bu tərzdə təşkil edir və uşaqların sevimlisidir. Uğurlar arzulayıram. Axarlı olsun inşallah. Sağ olun. Həyat mı? Mən də ilk növbədə gələn qonaqlarınızı hamısını xoş gəldin deyirəm, alqışlayıram sizi. Nə xoş ki, biz belə bir tədbirdə görüşdük, bir-birimizi tanıdıq. Bəzi müəllimlərin adlarını eşitmişdik, görməmişdik, tanış olduq, çox gözəldir. Bu təşəbbüs çox gözəldir. Mən cavan vaxtı işləyəndə yadımdadır ki, bir açıq dərsdə iştirak eləmişdi. Yəni, normal bir dərs idi. Mən elə öz-özümə fikirləşdim ki, görürsən bu dərsdən mən nə götürdüm? Çünki hər bir açıq dərs, müəllimənin şeirinin mahnısında deyildiyi kimi, hər bir dərs bir işıqdır. Onda bizdə bir dənə müəllimə işləyirdi, mütəqaüddə də Allah can sağlığı versin. Fərdə müəllimə. Fərdə müəllimə dedi ki, ən zəif dərsdən də nə isə götürmək olur. Ən zəif dərsdən də. Amma bu dərsin haqqında danışmaya ehtiyac yoxdur. Bu dərs bizim gözümüzün qabağındaydı. Bu dərs qeyri-adi dərsdir. Nərmin müəllimə ümumiyyətlə biz onu tanıyanlar, yəni birinci sinifə gələndən bura bu məktəbin şagirdi olub, biz onda həmişə qeyri-adi nə isə görürük. Uşaq yaşında müəllimə qeyd elədiyi kimi o şeirlər yazırdı, o vaxt uşaq qəzetlərində çıxırdı onun şeirləri, inşa müsabiqələri olurdu, qalib gəlirdi. Yəni biz bilirdik ki, artıq bu uşaq vaxtından bu ədəbiyyatçı olacaq, yəni elə belə ədəbiyyatçı da olmayacaq. Bəlkə də Lənkəranda bilmirəm, ümumiyyətlə ölkədə deyirəm, belə kütləvi məktəblərdə, orta məktəblərdə yüksək elmi dərəcəsi olan müəllimlər barmaqla sayılır. Bəziləri də müxtəlif yollarla bildiyimiz kimi alırlar, amma Nərmin müəllim sırf öz
bütün gücünü, bütün enerjisini öz sənətinə verən, öz sənətini ürəkdən sevən bir müəllimədir. Nərmin müəllimə mənim buraxdığım o birisi sinifdə, indi əlimdə 4-cü sinifdə, ondan qabaqki sinifdə Nərmin müəllimə dərs deyirdi və mən tez-tez onun statuslarında tədbirləri görürdüm. Elə sevinirdim ki, nə yaxşı ki, mənim uşaqlarım etibarlı əllərdə olur. Dəfələrdə ona yazmışdım ki, çox sevinirəm. Bəzən indi hamımız müəllimi bilirik, uşaqlarımız başqa sinifə gedəndə, yəni biraz məsuliyyətsiz yanaşılanda deyirik, heyif mənim zəhmətimə. Amma burada Nərmin müəllimənin orada dərs dediyi kadrları görəndə deyirəm ki, halal olsun. Çox şükür ki, uşaqlarım etibarlı əllərdədir. Mən Nərmin müəlliməyə uzun ömür arzulayıram, yaxşı beləntini, həmişə beləntine gümrah olsun, yaxşı işləsin, biz də baxay fəxr eləyək. Biz sizi çox sevirik, sizin dərsinizdən çox ilhamlandıq. Respublikanın bəlkə də ən kreativ müəllimlərindən öndə gedənidir. Alqışlayıram sizi, sağ olun. Çox sağ olun. Çox sağ olun. Siz bir saatdə çıxış eləsiniz. Biz böyük həvəslə onu dinləməyə hazırıq. Sağ olun, var olun. Ayten abi, siz buyurun. Hamı salamlayıram. Mən məktəbdə fizika müəllimlərindən. Nərmin məndən çoxdan tanıyıram, kitabı çıxan vaxtdan. Sarı müəllimə statusundan görmüşdüm. Sonra doktorant dərəcəsini alandan sizin sabahınızı bələdəm. Dərsdə böyük bir zəhmət dururdu. Aktiv inspire proqramı ilə o dərsi yaratmayı mən bilirəm ki, sizin günlərcə vaxtınızı alır. Hər gün dərs sonundan keçsinizsə, çox xoş o şagirdlərin halına ki, sizin şagirdinizdirlər. Sizə uğurlar arzulayıram. Dərs çox xoşumuza gəldi. Gələndə fikirləşirdim. Rəssamın Məhəmməd, mən riyaziyyat müəllimiyəm. Azərbaycan dil dərsinə, amma deyirəm, nə yaxşı ki, indi məni gətirdi. Çox sağ olun, uğurlar istəməzdim. Çox sağ olun. Hamınızı salamlayıram. Mən də 10 min məktəbin Azərbaycan ədəbiyyat müəlliməsi, inşallah müəllimə. Əvvəlcə bütün kollektivə təşəkkür edirəm, isti xoş münasibətə görə. Müəllimənin dərsinə gəlincə çox böyük zövq aldıq bu dərsdən, yəni çox xoşumuza gəldi. Çox yüksək səviyyədə, böyük zəhmət var idi dərsdə. Eyni zamanda şagirdlərin də fəallığı, çox həvəslə yanaşmaları, səliqə, səhman, hamısı göz qabağındaydı. Müəlliməni təbrik edirəm, gələcək fəaliyyətində uğurlar arzulayıram. Sağ olun. Mən 10 saylı məktəbin ingilis dili müəllimə. Nərmin müəlliməni biz universitet dillərindən tanıyırıq, patok yoldaşı olmuşuq. O vaxtda da patokda da seçilənlərdən biri olurdu həmişə. Bu dərsdən həqiqətən çox zövq aldım. Nə yaxşı ki, gəldim, burada iştirak elədim. Təbrik edirəm mənim, sizi uğurlar arzulayıram. Çox sağ olun. Buyurun. Hər birinizi salamlayıram. Mən Şulavar məktəbinin Azərbaycan dil ədəbiyyat müəllimiyəm. Qonaqpərvərliyə görə İlham müəllimə və məktəbin kollektivinə hər birinizə təşəkkür edirəm. Nərmin müəllimə, sizin də bu gözəl dərsə görə təşəkkür edirəm. Çox gözəl zövq aldıq, çox gözəl interaktiv şəkildə dərs təşkil eləmişsiniz. Həm elmi cəhətdən, həm əyləncə cəhətdən çox bəyəndik. Təşəkkür edirik. Uğurlarınız bol olsun. Sağ olun. Birbirinizi salamlayıram. Dilənçilərim, mənim iş fəaliyyətimin ilk ildir. İlk dəfə belə bir kollektivdə oldum. Təşəkkür edirəm gözəl qarşılaşmaya görə. Nərmin müəllimə sizə uğurlar arzulayıram. Fəaliyyətinizdə daha yeni nailiyyətlər. Sağ olun. Sağ olun. Buyurun. Təşəkkür edirəm bu dəvətə görə. Gözəl vaxt keçirdik müəllimənin sayəsində. Çox xoş oldu bizə bu dərs. Uğurlar müəlliməyə, çox sağ olun. Bizim təcrübəli müəllimlərdən, qabalcıl müəllimlərdən biri həyat müəllimlərdən. Həyat müəllimə həm 5 nömrəli məktəbdə uzun illərdir fəaliyyət göstərir. Eyni zamanda rayonun qabalcıl təhsil işçiləri sırasında daima həm nazirlik baxımından da götürəndə o mükafatlandırılır. Eyni zamanda məktəbdə də böyük bir təcrübə ortaya qoyur. Müəllimlərimiz də ondan faydalanırlar. İstəyərdim ki, o xəbərində bildirək. İlk növbədə məktəbimin rəhbərliyinə təşəkkür edirəm. Səmimi qarşılandığınıza görə çox sağ olun. Tüm kollektivə təşəkkür edirəm və burada yeni gördüyüm müəllimlərə hamısını salamlayıram. Xoş olun mənimlə tanış olanlar. Qısa danışacağım müəllimə.
Bizi bu nağıllar aləminə apardığınıza görə təşəkkür edirəm. Bu nağıl mənim sevdiyim nağıldır. İbtidai sinif müəlliməsiyəm ona görə. Həm də qızımın adı var orada. Bəli, Ağca müəllimə, o da ingilis dili müəlliməsidir. Çox gözəl idi, bəli. Təşəkkür edirəm. Müəllim yaradıcıdır. Yaradıcılığınıza görə. Uğurlarınız bol olsun. Sağ olun. Buyurun çıxın. İlk öncə hamınızı salamlayıram. Bizi gözəl qarşıladığınıza görə, bizə ayrılan diqqətə qarşı görə ilk növbədə İlham müəllimə baxışlarınız əziz kollektivimizə təşəkkürümü bildirirəm. Mənim Ustad dəstək iştirakımdır. Bu dərs mənim üçün böyük təcrübə oldu. İlk növbədə dərsi bu yüksək səviyyədə təşkil etdiyinizə görə mənim sizə təşəkkürümü bildirirəm. Bu dərsin ərsəyə gəlməyində zəhməti keçən hər kəsə öz minnətdarlığımı bildirirəm. Sizə işlərinizdə uğurlar arzulayıram, çox sağ olun. Gülnar müəllimə də təşəkkürümü bildirirəm ki, mənim bu Ustad dəstək iştirakımı təmin etdi. Çox sağ olun. Dəyərli qonaqlar, hər birinizi salamlayıram. Mən də bu kollektivdə 2-ci il çalışıram. Nə xoşhalığa ki, belə mehriban, gözəl kollektivdə, belə müəllimlərlə bir yerdə işləyirəm. Zəhmətkeş dəyərli Nərimin müəlliməyə də kreativ dərs təqdimatına görə təşəkkür edirəm. Uğurlarınız bol olsun. Sağ olun. Çok sağ olun. Ama buyurun. Ben Məliyəcət müəlliməsiyəm. Hər birisi xoş gəldin deyirəm, xoş gəlmişsiniz. Daha tez-tez görmək istəyərik sizlər məktəbimizdə. Nərmin müəllim haqqında danışmağa ehtiyac yoxdur. Göz qabağındadır, hər şeyi gördük. Uğurlar arzulayıram. Daha yüksək pillələrdə ümid edirəm, yox, inanırıq ki, daha yüksək pillələrdə olacaq. Riyaziyyat müəlliməsi olmasına baxmıyorum, bugün mən bu dərsdən nəsə öyrəndim. Buna görə təşəkkür edirəm və uğurlar. Çox sağ olun. Xanım müəllimə söz Qonaqları salamlayıram, hər birisi bir daha xoş gəlmişsiniz deyirəm. Nərmin müəllimə bizim Sadət Məmmədimizin sevimimizdir. Onun peşəkar fəaliyyəti, demək olar ki, məhsuldarlığı, kreativliyi bütün məktəb üçün bir örnəkdir. Mən də bugünkü dərsini görə onu təbrik edirəm. Çox gözəl dərs almışdır və bu dərsin ərsəyə gəlməsində yetişməsində bir mənim zəhməti böyükdür. Yəni, uğurlar arzulayıram elmi fəaliyyətində bol şanslar. Sağ olun. Bir daha mən salamlayıram sizi, məktəbimizə xoş gəlmişsiniz və yaxşı ki, tanıdıq bir-birimizi. Davamlı olsun. Nərmin müəllim haqqında danışmağa öyrək, amma danışdı artıq bildik. Gələcək fəaliyyətində uğurlar arzulayıram. Zövq alın. Çox sağ olun. Buyurun Güldan müəllim. Mən də sizin hər birinizi salamlayıram. Xoş gəlmişsiniz. Nərmin müəlliməyə nə qədər təriflisək azdır. Əlindən nə gələrsə hər birimiz eləyib zamanında bizim açıq dərslərimizə hər zaman bacardığının artığını eləyib. Davamlı olsun, axarlı olsun, ən gözəl zirvələrdə olsun hər zaman. Sağ olun, çox sağ olun. Mən də məktəbin coğrafi müəllimi, gələn qonaqları hamısını salamlayıram. Nərmin müəllimənin hər günkü dərsi belə keçir. Nərmin müəllimə zəif bənd, milyonçu, bir dənə maşını şovu qalıb, onu keçir. Yəni, onu da fikirləşir, onu deyirəm. Gələcək, işlərində uğurlar arzulayıram, nailiyyətlər arzulayıram. Düz yüksəklərdədir, bundan da daha yüksəklərdə olsun. Çox böyük zövq alıb günkü dərslərimizdə. Sağ olun, çox sağ olun. Hər birinizi salamlayıram. Ümumi ancaq Riyaziyyat müəllimlər deyil. Nərmin müəllimə biz uşaqlıq, gənclik illərimizi bir yerdə keçirmişik. İndi də pedaqoji fəaliyyəti bir yerdə davam elətdiririk. Təbrik edirəm. Təbrik edirəm. Davamlı olsun, uğurlar daimi olsun. Həmişə xoş sədalarla eşidir. Sağ olun. Xoş gəlmişsiniz. Qomçuluq eləməyə. Hamınızı salamlayıram, xoş gəlmişsiniz. Mən bu sinifin ibtidaidən, birinci sinifdən tərbiyəçi müəllimiyəm. Nərmin müəllimə də mənim sinifimə deyir ki, seçməklə bilirdim ki, sinifim çox yaxşı, uğurlu çıxış eləyəcək. Nərmin müəllimə təşəkkür edirəm ki, sinifin görə
Keçən ildən Nərmin müəllimimizin üstündə dərs keçir, Azərbaycan dili ədəbiyyatda. Yay tətilində uşaqlar mənə yazırlar ki, bizim müəllimimiz dəyişəcək, yoxsa Nərmin müəllimə, biz Nərmin müəlliməni istəyirik, yenə olsun. Uşaqlar çox sevirlər Nərmin müəlliməni. Hər dəfə onlarla danışanda Nərmin müəllimə bizə filan tapşırığı verir, filan iş tapşırır. Həvəslə edirlər. Görürəm ki, məşğuldur, çox həvəslə çalışırlar, edirlər, yaradıcılıqla. Nərmin müəllimə tapşırırsa, artığını yerinə yetirirlər. Həm uşaqlardan razıyam, həm Nərmin müəllimədən razıyam, təşəkkür edirəm. Çox gözəl, zövq aldım. Mən hər birinizi salamlayıram, xoş gəlmişsiniz. Mən ibtidai siniflərimiyəm və bir açıq dərs olanda, bilirsiniz, ibtidai siniflərimə görə bizim dərsimizin də Nərmin müəllimə qədər olmasa da 50% biz hər bir dərslərimizdə keçiririk. İnanın, Nərmin müəllimə çox məşğul insandır, bilirsiniz, elmi dərəcələrinə görə müdafiə edir, amma bir zəng olaq ki, nəsə bir lazımımızdır, bizə kömək edir. Yəni, o işin qoyar kənara və bizi əlindən gələni hər bir işdə köməklik göstərək. Təbrik edirəm sizi. Çox böyük zövq aldım, öyrəndim. Bəzi şeylərdən də bəli. Fikirlər uğradınız. Təbrik edəcəm sinifimdə. Nərmin müəllimə olsun. Gimnaziyanın ingilis dili müəllimi Mahmudzadə Nərminə. Nərminin bu dərs haqqında artıq kifayət qədər fikirlər bildirildi. Mən də bütün o fikirlərə qoşuluram. Ancaq Nərminin bundan əvvəlki dərslərində də təkcə dərs deməyib, viktorinalar, yarışlar təşkil edib və hər birində iştirak eləmişəm. Hər birindən də öyrənmişəm. Uğurlar arzulayıram gələcək fəaliyyətində. Uğurlar sizə Nərmin. Sizləri ölçünüzdə qadağan olub səhv eləməyəm. Mən də var gətirirəm. Təşəkkür edirəm mən də gəldiyinizə görə, minnətdaram Aralıqda hər birinizin dəyərli fikirlərinə görə. Həm nümunəvi dərsdə, həm bu dərsdə sizdən çox gözəl geri dönüşümlər əldə elədim. Açıq nümunəvi dərsdə hazırlama fikrim yox idi, bayram ərəfəsini çərşənbədən bir gün qabaq hətta deyinirdim. Sağ olsun İlham verdiyi dəstəyə görə, stimula görə bir neçə saat o dərsi hazırladım. Sizə təşəkkür edirəm, çox gözəl, siz də stimul verdiniz. Həmin gün müəllimlərlə əlaqə yaratdıq ki, birdən texniki nəsə olar, birdən nəsə olmaz, çox narahat idi, amma çox sanki sizdən çox gözəl geri dönüşümlər elədik. Bu gün də məndən çox narahatçılığı İlham müəllimə idi, səhərə qədər yazıb, birdən belə olar, birdən çox narahat idi. Və ona təşəkkür edirəm ki, böyük məsuliyyətin üzərindən götürdü. Düşünürəm ki, o məsuliyyətin üzərində layiqizlə gəldi, stimula görə, minnətdaram. Sizdən hər birinizə dəyərli fikirlərinizə görə ayrı-ayrı təşəkkür edirəm. Kitabların müəllifi özüməm və bunu bugünkü gündən xoş bir xatirə olaraq qoymuşam, götürərsiniz. Bu qədər. Yəni, Türkçəsi mən sanırım. Birdən çatmaz, nəsə çatması növbəti görüşlərdə mən yenə də onu tənzimləyərəm. Necə istəyirsiniz? Qonaqlara verin, bizə artıq verin. Bizdə var, ha? Qonaqlara verin. Bizdə var, bizə verib də. Burada daha çox hansı kəlmələri, açar kəlmələri eşitdim. Bizim müəllimimiz, bizim məktəbimiz. Bu kəlmələr mənə o qədər doğmadır ki. Həqiqətən də doğma məktəb anlayışı var. Özümə, ana vətən, doğma məktəb. Yəni, insanın formalaşmasında, yəni bu məkanların olduqca, demək, sıx rolu var. Müəllimin cəmiyyətdə statusu çox böyükdür. Yəni, mən deyərdim ki, yəni, anadan sonra müəllimdir. Ona görə müəllimləri alqışlayıram hər birini və fikrimi nə ilə davam etdirmək istəyirəm. Mansur müəllimin o son tədbirdə, vida tədbirində mən də orada iştirak edirdim və demək, İlham xanım da orada iştirak edirdi. Mansur müəllim fikirləri bildirdikcə İlham xanımın o vaxtı çox da tanımırdı. İlham xanımı tanımırdı. Belə sonradan maraqlandı, dedilər ki, o da mavindir və bu vəzifə səlahiyyətlərini İlham xanım icra edəcək. Onun körlərdi ilə. Mansur müəllim danışdıqca onun hətta ailə üzvləri
orada iştirak edirdilər. Mən o ailə üzvlərinin də kövrəldiyinə şahid olurdum. Yəni, eyni zamanda kollektivin üzvlərinin də kövrəldiyini. Sanki onun məktəbdən ayrılmasını heç cürə qəbul edəmirdilər. İndi hər nəfsdə belə deyək də bir xeyr-dua var, hikmət var. Yəni, deyir ki, demək, haqla gəlir səs fikirlərimiz. İnşallah onun qisməti də olar, o da layiqdir bu kollektivi idarə etməyə. Onun rəhbərliyi altında da düşünürəm ki, necə bax, bu qaydalarla tənzimlənir, eyni zamanda daha yüksək nəticələri inşallah kollektiv əldə edir və ev sahibi kimi mən İlah xanımla söz vermək istəyirəm. Əvvəla bir daha sizi xoş gəlmişsiniz deyirəm. Şad olduq doğrudan da. Sevindik ki, bizim qapımızı da açdınız və böyük məmnuniyyətlə sizi qarşıladıq. Böyük məmnuniyyətlə bütün müəllimlərimiz sizin gəlişinizə səfərbər oldular. Hamı yanıma gəlir, dəstək vermək istədi və verdilər də bugün yəqin ki, deməyə yəni ki, ehtiyac yoxdur, görürsünüz, göz qabağındadır. Nərmin müəlliməyə deyəndə ki, bizim də payımıza düşür, Nərmin müəllimlərlə bir yerdə. Nərmin müəllimə dedi ki, niyə narahat olursan? Mən keçəcəm ustad dərsi, sən heç narahat olma. Bizim səmimiyyətimiz var aramızda, çünki Nərmin müəllimə mənim uşaqlıq dostumdur. Bəli, onunla bir yerdə biz Ziyadəvi məclisində gənclik dövrümüzdə bir şeir bir ara yazırdıq və onunla belə deyək də dostluğumuz olub. Nərmin müəllimə dedi ki, mən götürərəm özlərimə, siz heç narahat olmayın, hər şey qaydasında olacaq. Düzdür, doğrudan da narahatçılığım var idi, ilk dəfədir bu məsuliyyəti öz üzərimə götürürdüm, qonaq qarşılayırdım bu qədər. Şükürlər olsun ki, biz elə düşünürəm ki, öhdəsindən gəldik. Çünki mən fikirlərdən, düşüncələrdən, burada danışılanlardan hiss etdim ki, siz hamınız razı qalmışsınız. Nərmin müəllimə, mən də sizdən razı qaldım. Mən sizə demişdim, mənim sizlə işləməyim, belə deyək də, mənim üçün bir xoşbəxtlikdir. Çünki çox istedadlı bir insansınız, çox yaradıcı bir insansınız. Əlinizdən zəhər tökülür, belə deyirlər, ataların məsələ var. Yəni, hər hansı bir işin qoltuğundan yapışanda onun gözəl bir nəticəsi olur. Biz bugün onun şahidi olduq. Qonaqlarımız da bir neçə məktəbdə olmuşdu, düzdür, onların da gözəl, keyfiyyətli dərsləri oldu. Bu gözəl təşəbbüsə görə mən Lənkəran Astara Regional Təhsil İdarəsinə, Bəhruz Mehdiyev cənablarına böyük təşəkkürümü bildirmək istəyirəm ki, bu cür bizə şəraiti yaratdı ki, təcrübə mübadiləsi olsun, müəllimlər gəlib bir-birlərindən əməkdaşlıq etsinlər, bir-birlərindən öyrənsinlər söz nəsil mənasında. Biz Nərmin müəllimənin dərslərində, dərs dinləmələrində iştirak edəndə sevə-sevə o dərsləri dinləyirəm, öz kağızlarımı götürüb otururam dərsində və inanın ki, Mais müəllim, əziz müəllimlərimiz, direktorlar, əziz müəllimlərimiz, qonaqlarımız, onun hər bir dərsi inanın ki, yəni mən şahid, inanın ki, belə keçir. Yəni, əyani vəsaitləri daim onun üzərindədir və Nərmin müəllimənin hər bir dərsi açıq dərsdir, ustad dərsdir. İnşallah uğurları davamlı olar, İnşallah hər zaman bizi bu cür təmsil edər. Gimnaziyanın bütün müəllimləri, hamısı istedadlıdır, hamısı savadlı, potensiallı, hamısı yaradıcıdırlar. Və mən düşünürəm ki, əgər bundan sonra növbəti ustad dərsi desəm ki, yenə təşkil edirik, inanın ki, müəllimlərin sayı bərabəri olmaz, gəlib yaxınlaşıb onu təşkil edəcəklər. Mən sizə inanıram. Buradan bir müraciət edəyəcək. Neçə nəfər buna razıdır? Bilirəm, mən müəllimlər təcrübə mübadiləsində deyir, mən də gəlmək istəyirəm, mən də dinləmək istəyirəm dərsləri, məni də aparasınız. Zöhrə müəllimə deyir ki, müəllimə, gələn dəfə məni də aparasınız. Hamı görürəm ki, istəyirlər, bunlar bu, belə deyək ki, bir hərəkatdır Lənkəranda. Bu təcrübə mübadiləsi, bu dərs dinləmələr, ustad dərslər. Görürəm ki, müəllimlərimiz hamısı yaradıcıdırlar, hamısı inkişafa doğrudurlar. Məni bu çox sevindirir. Mən sizinlə işləməyə məmnunam. Mən zövq alıram sizinlə işləməkdən.
İnşallah ki bizim fəaliyyətimiz davamlı olar, uğurlu olar və növbəti ildə gimnaziya ailəsi, gimnaziyanın mehriban ailəsi uğurlu addımlarla daima addımlayar və Mansur müəllimin qoyduğu o yol bizim üçün müqəddəsdir. Biz o yolla davam eləyək və Allah Teala sizin hər birinizə can sağlığı versin, əziz müəllimlər. Nə zaman istəsəniz, qapımız üzərinizə, üzünüzə açıqdır. Biz daima sizi qarşılamağa sevinərik. Çox sağ olun, minnətdarım.